Kenquru balalarının inkişafı biraz digər məməli balalarından fərqlidir. Bunun səbəbi kenqurun ana bətni, plasentasının tam inkişaf etməməsidir. Çünki o kisəli məməlilərə aiddir və qrupun adı marsupialdır. Kenquruların hamiləlik dövrü ana bətnində 30-36 gün olur. Daha sonra həmin bala ruşeym halında olurlar, hətta ruşeymdən də kiçik halda uşaqlıq kanalından kisəyə qədər gəlir və həmin yolu ana kenquru dili ilə həmin tükləri yalayaraq nəm bir yol yaradır ki, bala rahat şəkildə gəlsin. Bala da ora qoxu və caynaqları vasitəsilə gəlir, öz anasının tükündən yapışaraq gəlir. Daha sonra gəlir çatır həmin kisəyə düşür. Bu proses təxminən həmin gəliş prosesi 3-5 dəqiqə çəkir. Bəzən həmin bala yerə də düşə bilər, lakin bu zaman kenquru onu götürə bilmir, çünki o qədər kiçikdir ki, əzə bilər. Yəni bala məhv olur, gedir. Növbəti mərhələdə artıq əmmə dövrü gəlir ki, burada kenquru balasının ağzı kiçik və kengurunun döşləri çox böyük olduğundan bir növ bala özü əmmir. Ana öz əzələlərini sıxır, boşaldaraq balaya süd verir. Daha sonra da bildiyimiz kimi yetkin fərd meydana gəlir. Yəni inkişafın sonunda təxminən 11-12 ayın sonunda həmin kisədə yəqin ki görmüsünüz yetkin bala çıxır və öz həyatına davam edir.